Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Biz sizinləyik verilişi, sosial verilişimiz efirdədir. Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatının Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Konstitusiya və Suverenlik ilinə həsr olunmuş Cəmiyyətdə Yenidən Bağlantı və Sosial İnteqrasiya adlı layihəsini həyata keçirir. Yəni, hər zaman biz sizinləyik deyir. Bilirsiniz, bizim daimi tamaşaçılarımız izləyiblər, yəni silsilə olaraq biz sizinləyik deyirik və kimisə hansısa bir problemi varsa, həmin orada çalışan hər kəs o insanların yanındadır. Əlbəttə ki, bu layihənin də məqsədi elə budur. Odur ki, mən bu layihə üzərində çox çalışan, zəhmət verən bir insanı, yəni layihə rəhbərini təqdim edirəm. Tahir Xudiyev, Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri və layihə rəhbəri. Xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Necəsiz? Sağ olasınız. Mən də bütün tamaşaçıları salamlayıram. Eyni zamanda studiyanın da əməkdaşlarını salamlayır və sağ ol deyirəm. Digər qonağımız isə Allahverdi Məmmədli, Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin üzvü, Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, əməkdar jurnalist, ədliyyə polkovniki. Xoş gəlmişsiniz. Təşəkkür edirəm. Digər qonağımız isə İctimai Birliyin yarandığı gündən bu istiqamətdə görülən işlər haqqında danışacaq Xatirə Cabbarzadə, Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş mütəxəssisi, prezident mükafatçısı, jurnalist. Xoş gördük. Necəsiz? Var olasınız. Minnətdaram dəvətinizə görə. Çox gözəl. Digər qonağımız isə Şuşa rayon icra hakimiyyətində Vətən müharibəsi iştirakçıları ilə, şəhid ailələri ilə işin təşkili şöbəsinin müdürü, Qarabağ müharibəsi qazisi, 2-ci qrup müharibə əlili Elxan Ələkbərov. Xoş gördük. Minnətdaram dəvətiniz. Və digər qonağımız isə Zərnişan Azayevadır, Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin üzvü, əməkdar jurnalist. Xoş gördük hər birinizi. Təşəkkür edirik. Sizə də təşəkkürlər. Tamaşaçılarımıza da xoş gördük. Təşəkkür edirəm hər birinizə. Tahir müəllim, istərdim ki, bu layihə haqqında bizə məlumat verəsiniz. Yəni, təbii ki, bu proqramımızı izləyənlər də bilirlər ki, biz hər zaman sizinləyik deyirik. Yəni, hər kəsin yanındasınız. Hansı bir problem olan insanlara dəstəksiniz, əziyyət çəkirsiniz, rayonlara gedirsiniz, yorulmursunuz. Bu haqda bizə məlumat verin. Buyurun. Bizim Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatının Dövlət Dəstəyi Agentliyinin Konstitusiya və Suverenliyi ilinə həsr olunmuş Cəmiyyətin Yenidən Bağlantı və Sosial İnteqrasiya adlı layihə həyata keçirilir. Layihə agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Deməli, layihə iyun ayından başlayaraq avqustun ayının sonuna qədər davam edir. Layihəmizin əsas məqsədi ondan ibarətdir ki, layihə müharibə əlilləri və digər əlilliyi olan şəxslər, şəhid ailələri və imtiyazlı insanlar və hətta cəzaçəkmə müəssisəsində məhkum əlilliyi olan insanların özləri və ailələrinə sosial yardımdan ibarətdir. Layihəmiz çərçivəsində Belasuar iyulun 8-də Belasuar rayonunda layihəmiz orada əlil və şəhid ailələrindən görüş keçiriləcəkdir. Bununla bağlı mən demək istəyirəm ki, keçən ildəki bu layihənin davamı olaraq Yardımlı rayonunda və Zaqatalada çox layihə ilə bağlı işlər aparıldı. Burada layihə zamanı həmin insanlara da dəstək olduq. Elə bu fürsətdən istifadə etmək istəyirəm ki, layihəmizi Yardımlı rayonunda keçirərkən bizim cəmiyyətimizin Ağsaqqallar Şurasının üzvü Mirsəfər Fətiyev, hətta bizim televiziyada da dünyada 2 dəfə iştirak etmiş, bu yaxınlarda dünyasını dəyişdi. Elə mən buradan fürsətdən istifadə onun yaxın və doğmalarına, qardaşları Fətiyev Mirəşrəfə və Fətiyev Mirəkbərə, bütün kollektivimizdən, cəmiyyətimizdən dərin üzrünə başsağlığımızı bildiririk. Allahverdi müəllim, söz sizdədir. Bu layihə üzərində baxıram ki, sizin də zəhmətiniz az deyil. Buyurun, fikirlərinizi alaq. Təşəkkür edirəm. Tahir müəllim qeyd elədi.
Bizim layihəmiz suverenlik və konstitusiya ilinə həsr olunub. Bilirsiniz ki, 2024-cü il 28 dekabrda Azərbaycan Respublikasının prezidenti xüsusi bir sərəncam imzaladı və bu sərəncama əsasən 2025-ci il Azərbaycanda suverenlik və konstitusiya ili elan olundu. Bilirsiniz ki, bundan əvvəl də biz müstəqillik haqqında konstitusiya aktı qəbul eləmişdik. Bu təsadüf eləyib 1991-ci ilə 18 oktyabra təsadüf eləyib. Amma bununla bərabər bilirsiniz ki, daimi olaraq bizim torpaqlarımız işğal altında olub xeyli müddət və bundan sonra biz suverenliyimizi bərpa eləmişik. Bunun prezidentin sərəncamının mənası var. Yəni biz 5 il bundan əvvəl, yəni 2020-ci ildə Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyimizi bərpa eləmişik. Suverenlik sözünün də mənası odur ki, hörmətli tamaşaçılarımız bunu bilməlidirlər. Suverenlik dövlət hakimiyyətinin demək, bütün torpaqlarımızda hökmranlığı deməkdir. Yəni dövlətin hökmranlıq hüququ deməkdir. Və biz də bunu bərpa eləmişik. Ona görə də bu suverenliyimizin 5 ili tamam olur bu il, 2025-ci ildə. Biz buna görə bu suverenlik ili elan eləmişik. Daha doğrusu prezidentimiz elan eləyib və konstitusiya ili. Bu da konstitusiya ilində bilirsiniz ki, demək, 30 illiyi tamam olur konstitusiyamızın. 1995-ci ildə 12 noyabrda konstitusiyamız qəbul olunub. Bu konstitusiyamızın qəbul olunmasında Ulu Öndər Heydər Əliyevin çox böyük əməyi olub və təsəvvür eləyin ki, bu konstitusiyamızın hər bir maddəsində Ulu Öndərimizin əməyi var, onu öz əlləri ilə yazıb və bugün biz bu il daha doğrusu onun 30 illiyini qeyd edirik. Ona görə də prezidentin sərəncamına əsasən 2025-ci il həm suverenlik ilidir, çünki suverenliyimizin bərpasının 5 ilidir, torpaqlarımızın azad olunmasının 5 ilidir və konstitusiyamızın 30 illiyidir və buna görə də bu il 2025-ci il bizim üçün həm suverenlik ili, həm də konstitusiya ili kimi tarixə düşür. Və bu konstitusiya ilində mən nə demək istəyərdim? Biz, layihəmizin də məqsədi odur. Biz daimi olaraq suverenliyimizin bərpa olunmasında əməyi olan insanları biz təbliğ eləməliyik. Yəni, burada bilirsiniz ki, müharibədə əlil olan bizim insanlarımız var və əlillər cəmiyyəti olaraq biz onlara qayğımızı heç vaxt əsirgəməməliyik. Ona görə ki, onlar bizim suverenliyimizin bərpasında çox böyük əmək sərf eləyiblər. Onlar suverenliyimiz uğrunda öz canlarından keçiblər. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Allah can sağlığı versin və biz onlara qayğını əsirgəməməliyik. Biz bu layihədə nəzərdə tutmuşuq ki, Tahir müəllim qeyd elədi. Biz bu illəri mütəmadi olaraq rayonlara gedəcəyik, o əlillərlə görüşəcəyik, əlil ailələri ilə... Əlillər də var da, bura daxildir, eləmi? Bəli, əlillərə də dəstək olursunuz. Əlil ailələri ilə görüşəcəyik, bu bizim layihəmizdir, ona suverenliyimizi bərpa eləyəndən sonra biz bu işləri görməyə borçluyuq. Düzdür, biz bunu onsuz da hər il sevə-sevə eləyirik. Amma bu il xüsusilə biz bunu hesab eləyirəm ki, bu layihə üzərində xüsusilə biz işləməliyik və bu layihənin bütün müddəalarının, bütün maddələrinin həyata keçirilməsi üçün biz çalışmalıyıq. Mən hesab eləyirəm ki, biz bunun öhdəsindən gələcəyik. Bizi rayonlarda yəqin ki, gözləyirlər. Tahir müəllim qeyd elədi. Biz bu aydan başlayaraq biz rayonlara səfər eləyəcəyik. İyul ayında Biləsuvara səfərimiz var və geniş şəkildə biz orada tədbirlər həyata keçirəcəyik. Çox gözəl, böyük bir layihədir. Bəli. Mən də sizə uğurlar arzu edirəm bu layihədə. Əlbəttə ki, layihə rəhbərinə də təşəkkürümü bildirəm ki, hər zaman, bax, özdəki, ən çox da bu yay fəslində, baxmayaraq ki, hava istidir, amma buna baxmayaraq canfəşanlıq edərək hər kəsə dəstək ola. Təşəkkür edirəm Tahir müəllim, sizə də bu böyük layihəyə görə uğurlar arzu edirəm. Elxan müəllim, bizim qəhrəmanımız, bizim igidimiz, biz sizlə fəxr edirik və bir aparıcıya da böyük bir qürurdur ki, qəhrəmanla üz-üzə. O böyük bir xoşbəxtlikdir. Mən bir daha sizə salamlayıram, xoş gördük. Salamlı Mürad, çox sağ olun ki, bizi dəvət eləmişsiniz.
Böyle bir tədbirin keçirilməsi çox böyük bir insanda bir Qürur hissi ruh hissi yaradır, bir sevinç ki, yaradır. insanlarımız, vətəndaşlarımız heç vaxt bizim vətənimizin azadlığı və bütövlüyü uğrunda konstitusiya hüququnun bütün Azərbaycan ərazisində bərpa olunması uğrunda canından keçən şəhidlərimizi, əlillərimizi, müharibə iştirakçılarımızı unutmursunuz. Buna görə hər birinizə minnətdaram. 1921-ci ilin yanvar ayının 7-sində Azərbaycan Respublikasının Prezidenti Cənab Ali Başkomandan fərman imzaladı. Bütün rayonlarda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradılmasına göstəriş verdi. Bu şöbələr xüsusən bizim Vətən müharibəsi iştirakçıları ilə, şəhid ailələrinin, müharibə əlillərinə mütəmadi işlər aparırıq. Ehtiyacı olanları, xüsusən anım günlərində, ad günlərində şəhidlərimizin, müharibə iştirakçılarımızın müxtəlif mərasimlərin keçirilməsində iştirak edirik. Rayonumuzun rəhbərliyi, icra başçımız hər daim bizim şəhid ailələrinin, müharibə əlillərin, vətən müharibə iştirakçılarının qayğıları ilə məşğul olur, tapşırıqlar verir, anım günlərində ziyarət edirik. Övladı olan şəhid ailələrimizin ailələrinə gedirik. Məktəbə gedəndə, ad günlərində, uşaq günlərində daim diqqət mərkəzində saxlayırıq. Hamısı rayon icra hakimiyyətinin başçısının tapşırığı ilə. Mən çox qürur duyuram ki, belə bir heyətdə bizim alimlərimiz, mütəxəssislərimiz bu işlərlə mütəmadi məşğuldular. Fürsətdən istifadə eləyib, qarşıdan gələn Qurtuluş Bayramı münasibəti ilə də bütün Azərbaycan xalqını təbrik eləyirəm. Mən o vaxtların canlı şahidiyəm. Ölkəmizin çox böyük, acınacaqlı bir vəziyyətə düşmüşdü. Hətta dövlətimizi itirə bilərdik. Belə bir çətin dövrdə ulu öndərimizin Respublikamıza gəlməsi, xalqın təkidi ilə əhalimizi, xalqımızı, millətimizi bir yumruq ətrafında birləşdirməsi və o cəbhə bölgəsində 93-cü ildə ağır günlər yaşayırdıq və mən qürur duyuram ki, bizim hal-hazırda gözəl bir, hər bir düşmənə cavab verə biləcək bir ordumuz var və bizim də məqsədimiz, bizim də hər bir Azərbaycan vətəndaşının arzusu mükəmməl bir dövlət ətrafında birləşmək, Ali Başkomandanın bütün əmr və tapşırıqlarını hər bir vətəndaş sözsüz qürurla yerinə yetirməlidir. Sağ olun, minnətdaram hər biriniz. Təşəkkür edirəm, mən də sizə. Mən bir şey də demək istəyirəm Elxan müəllimlə. Elxan müəllim özü təzəşünkar olaraq bildirmədi. Oğlu Şuşada 44 gün müharibə döyüşəndə tankist olub. Qəhrəmanca döyüşərək ağır yaralanmışdır. Vətən sevgisi. Mən həm Şuşalıyam. Biz təmannə ilə vətən sevmədik. Əlbəttə. Bizim oğlum baş leytenantdır, tank bölüğünün Allah komandiri idi. korusun. Yani ki, bir Şuşalı olaraq şəhadət boynumuza biçilmişdi. İndi qismət oldu, qazi oldu və biz bundan qürur Bu duyuruq. böyük şərəfdir. Biz bundan qürur duyuruq. Mən də aparıcı olaraq sizlə üz-üzə olmaq mənə də böyük bir Çox, şərəfdir. əzim, bilirsiniz, Allah sizi qorusun. vətəni təmənna ilə sevməzlər. Əlbəttə Görürsən, ki. bəzi adam yeri gəlib deyirəm, belə bir özüm bir ki, mən biz vuruşmalıyıq da. Bəli. Biz nədən ötəriyik? Ona görə demirlər ki, ana vətən. Anamızı Bəli necə də. sevirsə, vətəni belə Namus sevir. təmanna ilə qorunmur ki. Bəli, doğru. Biz elə Xuraman xanım, bizim bilirsiniz, bizim Qarabağ nümayəndəliyimiz var. Tərtədə yerləşir. Biz işğaldan azad olmuş zonalarla, rayonlarla, Elxan müəllimin onunla bağlı elə ünsiyyət yaradıldı ki, orada əlil və şəhid ailənin problemlərinə kömək üçün Nə gözəl. münasibətimiz qurdu. Allah verdi müəllim. Nə gözəl. Elə Allah sizi qorusun. Allah bizim qazilərimizə can sağlığı versin. Veteranlarımızı da biz heç vaxt unutmuruq. Allah onlara şəfa versin. Bilirsiniz, İgidlərimizsiniz siz bizim bu Bir gün. yaxşı Azərbaycan misalı var, Allah verdi müəllim. Bəli. Deyir əzizim Ordubada, yol gedər Ordubada, sərkərdə qoçaq olsa, heç getməz Ordubada. Sərkərdimizə də minnətdar. Allah şəhidlərimizə rəhmət eyləsin. Bəli. Allah qazilərimizə şəfa versin. Birinci Qarabağ müharibəsi 11.567 nəfər hərbiçi, tək hərbiçi şəhidimiz oldu. Ancaq itirdik. Demək, komandan vacibdir, komandan. Şübhəsiz ki, Birliyimiz var orada. Bəli, Əlbəttə ki, komandan birliyimiz var. sayəsində oldu bütün bunlar.
Müzəffər Ali Başkomandanın çox böyük rolu. Əlbəttə. Bəli, Allah əlbəttə. qorusun. Səfərbər eləməkdə xalqı böyük rol. Komandan yerində olmasa nə? Bəli, çox yaşasın, Burada çox 3 yaşasın. əsas amil olub suverenliyimizin bərpasında. Bəli. Birinci növbədə dövlət, onun başında duran Ali Başkomandan. Bəli. İkinci xalq, Bəli. üçüncü ordu. Bəli. Hamısı bir yerdə Yəni bunlar yumruq olur. yumruq kimi birləşdi. Dəmir yumruğu. Təsadüfi deyil ki, Şuşada yumruq şüşəsi var. Bəli, Bəli. dəmir yumruq Dəmir şüşəsi. yumruq Eşq şüşəsi olsun var. birliyimizə. Bəli, Eşq bəli. olsun. Amma bilirsiniz necədir? Burada hərbiçilərimizdir, hərbi həkimlərimizdir, müzəffər ordumuzdur, əskərlərimizdir və onlara dəstək olan və bugün medianın da orada, media da bir əskəridir. Bəli. Onlar orada əziyyət çəkirdilər, döyüşürdülər, biz burada. Bütün xəbər Azərbaycan verirdik xalqı bir dünyaya, orduydu. oxşar xəbər, bəli. Birlik, Eşq olsun sizə. Mən eşq olsun. kövrəlirdim, Birliyimizə, kövrəlirdim. bəli. Baxırdım. Birliyimiz, bunu Doğrudur. Bütün Azərbaycan xalqı bir ordu oldu. Bəli. Və düşünəndə ki, 200 ilə qədər o torpaqlar getmişdi, qayıtmırdı. İndi bizim qələbəmizin həddi hüdudu yoxdur. Yoxdur, bəli, Təşəkkür əlhəmdülillah. ederim. Bəli, Hər mütləq. birinizə. İndi bu Əlhəmdülillah, günün içində də şükür belə Allaha. bir layihələri həyata keçirmək boynumuzun borcudur. Bəli. Təşəkkürlər Var Tahir olun, müəllimə sağ olun, də elə ay beynəlxalq müəllim. Hər birinizə təşəkkür edirəm. Davam edirik və mən onu demək istərdim ki, bu cəmiyyət yarandığı gündən siz də, Xatirə xanım, bu cəmiyyətin bir üzvüsüz və fəalsınız. İstədim bu haqda biraz məlumat verəsiniz. Buyurun. Bəli. Tanıyaq Deməli, sizi. Buyurun. Bəli, deməli Beynəlxalq Əlillər Cəmiyyəti 2008-ci ildən təsis olunub və böyük şərəfli yol keçib. Amma mən qeyd eləmək istəyirəm, burada xüsusi vurğulamaq istəyirəm. Xüsusən də bu il milli mətbuatımızın 150 illik yubileyi qeyd olunacaq. Respublika prezidenti cənab İlham Əliyevin sərəncamı var bu haqqda. Fürsətdən istifadə edərək sizi, sizin televiziyanızın rəhbərliyini, eyni zamanda burada həmkarlarımız əyləşib, onları da təbrik eləyirəm. Və burada bir məqamı qeyd eləmək istəyirəm ki, Beynəlxalq Əlillər Cəmiyyəti hələ fəaliyyətə başlamazdan öncə əlillərin mətbuat qaranquşu olan Əlillər Dünyası yaranıb, işıq üzü görüb 2003-cü ildə. Və deyəndə ki, Beynəlxalq Əlillər Cəmiyyəti 22 il artıq şərəfli yol keçib gəlib, biz heç də yanılmarıq. Və elə o dövrdən başlayaraq artıq əlillərlə işlər həyata keçirilib, onların problemləri ilə maraqlanıb, yaxından və onların yaşayış tərzi olsun, sosial, Bəziləri var, hüquqlarını bilmirlər, öz hüquqlarını bilməkdə hüquqlarının müdafiəsi Bəli, ilə bağlı müdafiəsinə. müraciətlər olunub və onlar indiyədək həyata keçirilib özdə böyük uğurla. Mən bir məqamı qeyd eləmək istəyirəm, xüsusən də bu layihə haqqında ətraflı deyildi. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi yardımı ilə keçirilən, maliyyə yardımı ilə keçirilən bu layihə demək istəyirəm ki, bu sosial inteqrasiya məsələsi bugünkü günün əslində aktual problemidir. Çünki təsəvvür edin, heç deyək ki, əlilliyi olmayan bir insan, sağlam bir insan, əgər cəmiyyətdən təcrid olsa özünü necə hiss eləyər? Əlbəttə ki. Bir məqamı yadınıza salmaq istəyirəm, pandemiya dövrünü. Bütün insanlarda bir ruh düşkünlüyü var idi. Sanki xəstə olmayan da özünü xəstə kimi hiss eləyirdi. İndi əlilliyi olan şəxslər xüsusən illər boyu bir əlil arabasında əyləşən, tam belə deyək, fiziki məhdudiyyəti olan şəxslərimiz var və amma onların arasında çox fitri istedada malik olan insanlar var. Elə bizim üzvlərimizin özləri də var və biz onların istedadlarını üzə çıxarmaq üçün tədbirlər keçiririk. Ümumiyyətlə bütün tədbirlərimizdə, müzakirələrimizdə, dəyirmi masalarımızda biz onların əl işlərini yayımlayırıq, göstəririk. O özü bir motivasiyadır. Bəli. İnanın ki, bizim bilirsiniz ki, bizim beynəlxalq cəmiyyətdə və bizim beynəlxalq təşkilatların nümayəndələri ilə, səfirliklərlə bizim çox böyük əməkdaşlığımız var yaxından və onları biz hər dəfə öz tədbirimizə dəvət edəndə onlar o şəkillərə, o rəsm əsərlərinə baxanda deyirlər ki, baxırlar və biz təqdim eləyəndə ki, bu üzvümüzün əsəridir. Onlar deyirlər, doğrudanmı? Biz elə bildik ki, bu tanınmış bir rəssamın şedevr əsəri. Amma o rəsm əsərləri necə bir əsər? Elə Xatirə xanım, neçə dəfə xarici ölkədə həmin əlilliyi olan insanların sərgisini keçirmişik. Bəli, Əlillər sevincə də oldu ki, bütün onları tədbirlərdə sevindirmək, sərgisi. bəli. Ondan əlavə biz tədbirlərə adətən, biz tədbir keçirəndə tədbir xatirinə keçirilmir bu. Bu
o qədər canlı olur, o qədər istəklə olur ki, deməli biz həm dövlət təşkilatlarında aidiyyatı qurumların rəsmilərinin, əlillərlə iş şöbələrinin, sektorlarının rəsmlərini də dəvət edirik. Öz o əlillərimizi də dəvət edirik. Və onların birbaşa canlıda artıq əlillərimiz öz problemləri haqqında danışırlar. Və o dövlət qurumlarında olan rəsmlər də bunu dinləyirlər, eşidirlər, nəzərə alırlar. Bir növ biz onu özümüz də edə bilərik. Biz bunu nə üçün edirik? Cəmiyyətə onları inteqrasiya edirik. Və mən sizə bir fakt deyəcəm. Bizim bir Salih Əzizli bizim bir üzvümüz var. Tam fiziki məhdudiyyətlidir. Əlil arabasındadır. O bizə təzə üzvlüyə gələndə o qədər çəkingəni idi, o qədər tamam başqa bir insan idi. Amma indi həmin adam təsəvvür eləyin ki, öz hüquqları ilə bərabər özü yaxşı müraciət eləyir, onlara müraciət eləyir hansısa təşkilata. Müdafiə edirlər. Və başqa əlillərin də deməli gedib bir təşkilata öz sözünü demək üçün gedib və görüb ki, şəhid ailələri orada əyləşib. O ictimai vəkilliyi. Bəli, o onlara yaxınlaşıb deyib ki, o gedib həmin qurumda deyib ki, bilirsiniz, şəhid ailələri növbəsiz keçməlidir. Yəni, baxın, deməli, bu irəliləyişdir. İnteqrasiya budur. Ondan başqa, Tahir müəllimin rəhbərliyi ilə, özdə xüsusi fədakarlığı ilə bizim əlil uşaqlar da var bizim cəmiyyətin üzvləri olaraq. Əlil uşaqlarımız Moskva Dövlət İqtisad və Humanitar Universiteti var. Həmin universitet bir festival keçirirdi. Həmin bu uşaqlarla, bu cür uşaqlarla bağlı. Həmin festivala çox çətinliklə minik avtomobili, o vaxt quru yollar açıq idi, minik avtomobillə öz vəsaiti hesabına Tahir müəllim bunu təşkil elədi. O uşaqlar gedib o istedadlarını orada sərgilədilər və sertifikatlarla. Bir neçəsində Xatir xanım, orada universitetə köməklik girir. Bəli. Tələbəsi olub, bəli. Yəni, bütün bunlar cəmiyyətin gördüyü işlərin bir hissəsidir. Yəni, bir də mən qeyd eləmək istəyirəm, bizim cəmiyyət Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya, eyni zamanda İnsan Haqları İnstitutu və digər elmi müəssisələrlə əməkdaşlıq edib və yaxud da onların bu Elmlər Akademiyasının alim və mütəxəssislərlə birgə, məsələn, nəşrlərimiz olub, onların fikri, rəyi nəzərə alınıb. Eyni zamanda Elmi Mərkəzi Kitabxanasında, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Mərkəzi Kitabxanasında bizim bir ərsəyə gətirdiyimiz əlil məhbusların hüquqları haqqında olan kitabımız ki var. Həmin kitabın elektron variantı Mərkəzi Elmi Kitabxanadadır hazırda, elə çap variantı da. Və demək istəyirəm ki, ümumiyyətlə Milli Elmlər Akademiyası hər zaman bizim tədbirlərin keçirilməsində, o məkan məsələmizdə bizə qapılarını açır. Həm Mərkəzi Elmi Kitabxanada, burada vurğulamaq istəyirəm, eyni zamanda Yeni Azərbaycan Partiyası bizə məkanla bağlı. Ümumiyyətlə, dövlət təşkilatlarına biz təşəkkür edirik ki, hər biri bizim üçün lazım olan vaxtda o qapılarını açırlar və biz də öz layihələrimizi və tədbirlərimizi həyata keçirə bilirik. Mən bir də demək istəyirəm, bir tədbirimizin də mən aparıcısı olmuşdum, bir neçə tədbirin elə Mərkəzi Elmi Kitabxanada keçirilirdi. Orada həmin o fiziki məhdudiyyətli uşaqlar öz istedadlarını nümayiş elətdirəcəklər. İnanın mənə, onlar geyimləri ilə hazırlaşırdılar, necə həvəsli idilər. Və biz əslində, mən bir çağırış da eləmək istəyirəm, elə sizin televiziyanız vasitəsilə, biz əslində fiziki məhdudiyyətli insanları elə uşaqlıqdan inteqrasiya eləməliyik cəmiyyətimizə. Bizim, onu düz deyirsiniz, amma bizim televiziyamızda yayımlanan proqramda, elə mənim öz verilişimdə də o qədər uşaqlar var ki, gözdən əlildirlər, amma gözəl oxuyurlar, rəsm çəkirlər, amma elə, yəni sağlamlıq imkanları məhdud olsa da, amma rəsm çəkirlər, şeir müsabiqəsi olub bizim televiziyamızda, məhz fiziki sağlamlığı məhdud olan uşaqlarımız, istedadlı balalarımız o layihədə iştirak ediblər və necə sevə-sevə, gözəl iştirak ediblər. Mən baxanda heyranlıqla o uşaqlara baxmışam. Bundan əlavə də bizim televiziyamızda bu həqiqət layihəsi olub ki, həmin o layihədə heç bir televiziyada elə
veriliş yox idi. Bizim televiziyamızda ilk layihə bu həqiqətdir və o verilişdə də sağlamlıq imkanları məhdud olan insanlara dəstək olmuşuq. Yəni bu televiziyamız yarandığı gündən belə olub. Belə siz çağırış deyirsiniz, yəni demək istəyirəm ki, biz onu eləmişik. Bəli. Eləməyənlər varsa onlar da eləsinlər, amma bu yaxşı bir işdir. Yəni doğrudan yaxşı bir işdir. Doğrudur. Əslində bu bizim hər birimizin bir vətəndaşlıq borcudur. Bəli, vətəndaşlıq borcudur. Deyir, yaxşılıq bir tarladır da. Nəyi əkirsən, onu da biçirsən. İnanın, Tahir müəllim, sizin etdiyiniz bu yaxşı əməl heç vaxt cavabsız qalmayacaq. Bunu mən öz fikrimdə, öz subyektiv fikrimdə deyirəm. Çünki mərhəmətli hər insan olmur da, bilirsiniz onu. Gərək mərhəmətli olmaq üçün mərhəmətli doğulasan. Mən elə fürsətdən istifadə edib demək istəyirəm, bu layihədən kənar biz Azərbaycanımızla dövlətimizin haqq sözünü də dəfələrlə Avropanın müxtəlif şəhərlərində demişik və layihədən kənar tədbirlər keçirmişik. Amerika Birləşmiş Ştatlarında da olmuşuq bizim cəmiyyətimiz. O 2008-ci ildə dövlətimizin mənafeyini hər də olmuşuq, elə müdafiə etmişik. Hətta xanım kanslerin iştirak etdiyi, elə Zənişah xanımoğlu bizdən tərcüməçi getmişdi. 182 televiziya vardı, bütün dünyadan orada iştirak edirdi. Azərbaycan haqq sözünü orada yəni çatdırılmışıq. Bəli. Yəni bu özümüzün içimizdən gələn o arzu ilə. Sevgidir. O sevgi, o arzudur. Yenə də deyirəm ki, insan nə qədər yaxşılıq edir, bir o qədər də cavan qalır. Dəyişirmir. Zənişah xanım, bir qələm sahibi kimi, bir yazar kimi, bir jurnalist kimi sizin də bu cəmiyyətdə faydanız çoxdur. İstədim bu haqda biraz danışaq. Cəmiyyətin bütün üzvlərinin faydası deyərdim ki, var ki, birliyimiz yaranıb da. Altında çox gözəl və xüsusilə bu il Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin maliyyəsi ilə hasilə gələcək, artıq başlanılıb layihəmizə. Bu layihə ki, bizim suverenliyimizə, konstitusiyamıza həsr olunub. Necə böyük bizə şans verir, daha böyük bir meydan açır. Daha qürurluyuq, daha deyim sizə ki, o qədər, yəni ki, hər kəsin payı var, yəni konstitusiyamızda hər bir vətəndaşın payı var, bizim dövlət konstitusiyamızda. Amma bu dəfə daha qürurluyuq. Çünki biz bu layihə ilə həm də o biraz həssas qrupumuza daha çox diqqət ayırmalıyıq. Bəli. İmtiyazlı şəxslərimizə daha çox diqqət ayırmalıyıq və layihəmiz həm Bakıda, həm burada keçiriləcək və həm də ki, bizim böyük bir tədbirimiz olacaq, beləsi var da. Çox böyük tədbirimiz olacaq. Nə gözəl. Və bu konstitusiyamızda bizim həmin imtiyazlı şəxslərin hüquqları necə yüksək səviyyədə göstərilib dövlət qanunlarımızda, bunu artıq şərh eləməyə, heç bəyan etməyə də, şərh etməyə əsas yoxdur, çünki hər şey göstəricidir və bunlara artıq bizim o imtiyazlı şəxslərə qoşulanlarımız var, bizim qazilərimizin ailə üzvləri, qazilərimiz, sonra şəhid ailələrimiz daha çox diqqətli olmalıyıq, daha çox həssaslıq göstərməliyik, çünki cəmiyyətimiz vətəndaş cəmiyyətidir, biz artıq elə bir inteqrasiyadan keçirik ki, bu bizim vətəndaşlıq borcumuzu bir daha özümüzə xatırladır, bir daha o diqqətdən, yəni diqqətdən kimsə kənarda qalmamalıdır. Hər kəs o diqqətin içində olmalıdır. Hər kəs bir bərabər olmalıdır. Bəli, bərabər tutulmalıdır. Onlara daha çox diqqət ayırmalıyıq. Daha çox diqqət almalıyıq. Daha çox boynumuzun borcudur bunları eləmək. İllərlə bu beynəlxalq həmin bizim Əlillər Dünyası qəzetində də öz əksini tapıb. Göstərilən bütün tədbirlərdə də və inanıram ki, bizim Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi verən agentliyimizin xəttindən bu işi bu ildə çox gözəl, yüksək səviyyədə uğurla həyata keçiriləcək və artıq start verilib belə Sağ ol Zənişah. İş başındayıq. Zənişah xanımdan başındayıq. Allah vermə bir fikrim yapmadı. Dedi çox illər öncə, 20 il bundan öncə Zənişah xanımla ilk tanışdığımız Azərbaycan Dövlət Televiziyası ilə mənə xahiş elədilər ki, bəs Dövlət Televiziyasının Dərbənddə, Dərbənd qalasının Azərbaycan günlərini keçirməyə. Mən də çox arzu ilə bu xanımları götürdüm operatorla. Dərbənddə Azərbaycan günləri keçirilməyində iştirak edən Noru Şənliyi. O vaxtdan bu günə kimi dostluq və bəli, belə fədakar birliyimiz başladı. Bəli, elə həmin o Dərbətdən o vətənpərvərlik, milli ruhluq
Elə mən xanımda o vətənpərvərliyini o vaxtdan hiss elədik. O vaxtdan da bir bacı qardaş kimi bir cəmiyyətdə bir ailə üzvü, idarətin üzvünə çevrildik. Əlbəttə ki, artıq sizin Və cəmiyyət Tahir bir müəllim- ailədir də, bir ailə Bəli. üzvləridir. Elə Yenilər Tahir də müəllim, yazılırmı bəli. Tahir müəllim? Bəli. Yeniləri varmı yəni? Yeniləri Yenilənirmi bu Yeniləri üzvlər? bizdə idarə etimiz yenilənmir. Tam bizim Yox, idarə üzvləri deyirəm. üzvlərimiz bəli, üzvlərimiz müraciət Müraciət edənlər. çoxdur. Məsələn, mən istəyirəm Tahir müəllim sizin cəmiyyətdə olun. Sağlam siz də ola cəmiyyətin üzvü bilərsiniz. olun. Sağlam insan Məsələn da biz, deyirəm bəli. də. O demək deyil ki, əlil insan üzvü olsun. Sağlam insan da üzvü olur. Jurnalist də biliyi ilə, bacarığı ilə cəmiyyətə dəstək olur. Çox gözəl. Siz cəmiyyətə dəstəksiniz. İnanıram ki, cəmiyyətdə də sizi izləyənlər, ətrafınızda olan insanlar sizə yaxşı mənada birliyi ilə dəstək olacaq. Çox sağ olun. Təşəkkür edirəm. Son fikirlərinizi alaq. Biz suverenliyimiz və konstitusiyamız haqqında danışdıq və tamaşaçıların nəzərinə çatdırım ki, konstitusiyamız bizim ən ali qanunumuzdur. Burada təkcə dövlətin hüquqi, siyasi, iqtisadi əsasları təsbit olunmayıb, həm də insanların hüquq və azadlıqları təsbit olunub. Ona görə də bu hüquq və azadlıqlar içərisində həm də bizim əlilliyi olan insanların da hüquq və vəzifələri öz əksini tapıb. Və biz bu iş üçün çalışırıq və xanım xüsusilə qeyd elədi. Mən xanımların əməyini xüsusilə qeyd eləmək istəyirəm. Bu suverenlik ilində bizim müstəqillimizin bərpasında zahirən belə görsənir ki, bu ordunun daha çox kişilərin üzərində düşən bir missiyadır ki, bizim suverenliyimizi bərpa ediblər. Əslində belə deyil. Qadınlarımızın nə qədər böyük əməyi olub bu işdə. Xüsusilə jurnalist qadınlarımızın əməyini. Bax, sizin hər üçünüzü qiymətləndirmək istəyirəm. Bəli, prezidentimiz xanım qeyd elədi. Həm də milli mətbuatımızın 150 illik yubileyini qeyd eləmək üçün xüsusi sərəncam imzalayıb. Və mən bu sərəncama görə bu jurnalist qadınların hər üçünü təbrik eləyirəm. Təşəkkür edirik. Uğurlar arzulayıram. Suverenliyimizin bərpasında onların çox böyük əməyi olub və arzu eləyirəm ki, bundan sonra da fəaliyyətlərini çox davam təşəkkür eləsinlər. Çox təşəkkür edirik. Allah verdi mənim. Bu gün o nəsli sizlər böyüdürsünüz. Minnətdarıq, minnətdarıq. Mən də fürsətdən istifadə edərək bütün Dünya TV-nin kollektivinə təşəkkürümü bildirirəm. Eyni zamanda tamaşaçılara, bizi izləyən tamaşaçılara müraciət edirəm ki, layihənin gedişatı vaxtı əlilliyi olan və imtiyazlı şəxslər hər biri müraciət edə bilərlər. Biz də onların problemlərlə, maraqlı sosial problemlərə dəstək ola bilərik. Təşəkkür edirəm. Mən də sizin hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Çox maraqlı bir veriliş oldu. İnanıram ki, silsilə olaraq davam edəcəyik. Hər birinizə sağ ol deyirəm. Əzizlərimiz, əgər sizin də hər hansı bir probleminiz varsa, çözüm tapa bilmirsinizsə, nə edim, necə edim deyə düşünürsünüzsə, ekranda nömrə var, birbaşa zəng vurursunuz, təbii ki, sizə dəstək olacaqlar. Çünki biz sizinləyik.